Salam, hər vaxtınız xeyir olsun. Bugün 9 mart 2026-cı il buraxılı sualların izahına baxırıq. 31-ci sual deyilir ki, nəhayət hərbi xidməti başa vurduqdan sonra gimnaziyadan şəhadətnaməni aldım. Demək, bu cümlənin təhlil aparsaq, nə etdim? Aldım. Nəyi aldım? Şəhadətnaməni. Kim alıb? Mən almışam. Bu cümlədə mübtəda yoxdur. Hardan almışam? Gimnaziyadan. Nə zaman almışam? Hərbi xidməti başa vurduqdan sonra. Bu da zaman zərfli olacaq. Demək, zaman zərfliyi, yer zərfliyi, tamamlıq xəbər. Doğru cavab olmalı idi. E variantı sadə sual idi. Keçək ikinci suala. Hansı cümlədə fe'l sifət tərkibi işlənib? Qarşıladılar xəbərdir. Baxın, ev sahibi gələn qonaqları mehribanlıqla qarşıladı. Burada gələn sözü fe'l sifətdir və özündən əvvəl söz gəlib. Bax, bu hissəsi sizi çaşdırmasın. Ev sahibləri sözü gələn sözündən əvvəl gəlsə də, burada fe'l sifət tərkib yaratmayıb. Çünki ev sahibləri birləşməsi özü mübtədadır. Biz demişik ki, fe'l sifət özündən əvvəl gələn sözləri özünə tabe edib bir tərkib yaradır. Amma özündən gələn söz, əvvəl gələn söz mübtəda olmamalıdır. Ona görə buradakı ev sahibləri sözü fe'li sifətə tabe deyil. Qarşıladılar fe'li ilə əlaqəyə girib. Burada fe'li sifət işlənib, fe'li sifət tərkibi işlənməyib. Keçirik B variantına. Ahəstə Süzən Qartal anidən şikarına tərəf şığıdı. Burada Süzən fe'li sifətdir. Ahəstə sözü də buna tabedir. Ahəstə Süzən. Hansı qartal? Ahəstə Süzən. Bəli, burada iki söz. Süzən sözündən əvvəlki sözdə bu sözə tabe olub və tərkib yaradıb. Doğru cavab B variantı olacaq. Keçəcəyəm. Asif yazılmış məktubu qatlayıb zərfə qoydu. Yenə Asif qoyub zərfə. Deməli, əsas fe'llə əlaqəyə keçir. Yazılmış fe'linə tabe deyil Asif sözü. Yenə burada Asif mübtədadır. Deməli, fe'l sifət tərkibi yaratmayıb. Yazılmış sözü burada fe'l sifət olsa da tərkib yaratmayıb. Sonra dostum oxuyan məqsədinə çatar. Burada oxuyan sözü fe'l sifətdir. Amma özündən əvvəlki söz bu sözə tabe olmayıb. Dostum xitabdır. Yaşıllaşan sözü də burada tək gəlib, tərkib yaratmayıb. Daha sonra keçirik 33-ə. Nümunə ilə bağlı yanlış istəyirdi. Əvəzliyin bir məna növündən istifadə edilib. Burada deməli baxırıq. Yerimək öyrətdin tutub əlimdən, dolaşdım aranı, dolaşdım dağı, balana yerimək öyrədincə sən. Şəxs əvəzliyi var, doğru fikirdir, başqa da əvəzlik yoxdur. Yönlü halda işlənmiş söz mənsubiyyət şəkilçisidir, şəkilçilidir, balana, öz balana, sənin balan. N burada mənsubiyyətdir, ada yönlü halda. Doğru fikirdir. İkinci misrada işlənmiş cisimlər təsiri haldadır. Dolaşdım aranı, dağı. Aran və dağ sözləri təsirli haldadır. Təsriflənən fe'llərin hamısı xəbər şəklindədir. Baxaq. Təsriflənən fe'lləri deyir. Təsriflənməyən yox. Dolaşdım sözü var. Bir də burada da dolaşdım var. Öyrədəydin sözü var. Öyrədəydin sözündəki arzu şəklidir. Deməli, xəbər şəklində deyil hamısı. D variantı yanlışdır. Yalnız qrammatik mənası olan söz işlənib. Baxaq. Gərək sözü burada arzu ədatı var. Doğru fikirdir. Deməli, bu da doğru fikirdir. Doğru cavab olacaqdır D variantı. 34. Tərz hərəkət zərfinin təsriflənməyən fe'lə aid olduğu nümunə. Bax, təsriflənməyən fe'l soruşur. Birdə təsriflənməyən fe'l yoxdur. İkidə belə danışmaq sözündə belə əvəzlikdir. Ev yiyəsi gülə-gülə salamlaşıb. Gülə-gülə fe'li bağlamadı. Baxın, Şuşada çiyin-çiyinə döyüşdüyü dostlarını heç vaxt unutmurdu. Döyüşdüyü fe'li sifətdir. Çiyin-çiyinə də tərzini bildirib 4'ü götürürsüz. Öz uğurlarından iftixarla danışan. Danışan sözü burada fe'li sifətdir. İftixarla sözü bunu təyin edib 5'i götürürsüz. Tərz hərəkət zərfidir. Dilici təşəkkür edib. Təşəkkür edib fe'li bağlamadı. Dilici də onun tərzini bildirib. Tərz hərəkət zərfidir. Doğru cavab olmalıdır. 4, 5, 6, C variantı. Demək, 35-ci sual uyğunsuzluğu soruşur.
Vasitəsiz nitqlər cümləyə deməli, durğu işarələri buraxılıb və bizdən uyğunsuzluğu soruşur. Qarı biraz düşünüb, yaxşı qərar sənindir dedi. Burada qarı biraz düşünüb müəllif sözüdür. Çünki onun nitqi deyil, qarının nitqi deyil. Müəllif sözü, yaxşı qərar sənindir. Onun nitqi, qarının nitqi verilib, vasitəsiz nitq. Dedi deyilən müəllifin sözüdür. Deməli, bu doğru verilib. Bəli dedi, bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik. Burada bəli də vasitəsiz nitqdir. Deməli, dedi müəllifin sözüdür. Bir dəfə yerli bələdçilərlə qoruğa getmişdik də yenə onun nitqidir. Deməli, burada pozulub. Olmalıydı v, m, v. Bu şəkildə olmalıydı. Doğru cavab B olacaq. Biz demək olar ki, çatmışıq deyə Səlim gülümsədi. Bəli, biz demək olar ki, çatmışıq. Vasitəsiz nitq. Səlim gülümsədi müəllifin sözü. Bu da doğrudur. Mən buradayam, komandir. Cəld dilləndim. Bura gələ bilərsinizmi? Mən buradayam, komandir. Bu onun nitqidir, vasitəsiz. Dilləndim müəllif sözü. Yəni mən danışdığım nitqi indi hal-hazırda sizə danışıramsa, deməli bu nitq vasitəsiz nitq olacaq. Dilləndim artıq sizə hal-hazırda danışdığım sözdür. Deməli müəllifin sözü olacaq. Bura gələ bilərsinizmi? Bu da mənim nitqimin davamıdır. V, m, v olacaq. Doğrudur. Kapitan səmimiyyətlə dedi. Sizi təbrik edirəm, leytenant. Buradan kapitanın səmimiyyətlə deməsi mənim sözümdür, müəllif sözü. Sizi təbrik edirəm isə, deməli kapitanın nitqidir. Ona görə vasitəsiz nitq olacaq. Bu da doğrudur. Keçək 36-ya. Uşaqcanlı sözündə q, x olur. L da nə olur? Bizdən tamamlaya bilməz fikirləri soruşur. Əvvəlcə bu fikrə baxırıq, doğrudur yoxsa yanlışdır. Səs və hərflərin sayı bərabərdir. Şaxcanlı sözündə də səs düşümü, səs artımı yoxdur. Açıq-aşkar sözündə də yoxdur. Demək, bu doğru fikirdir. Bizə isə səhvlər lazımdır. Çünki tamamlaya bilməyən fikirlər soruşur. Açıq-aşkar sözündə də qdan sonra sayət gəlib. Ona görə q olur. K da g olur. Açıq-aşkar. İndi baxaq. 3 cingiltili samit işlənib. Uşaqcanlı sözündə n, c. Kar cingiltilidir, doğrudur. Açıq-aşkar sözündə də g, r, g. Tələffüzə baxırıq da, bu doğru fikirdir. Bir olan variantları çıxdıq. Q samitinin kar qarşılığı işlənib. Uşaqcanlı sözündə x var. Açıq-aşkar sözündə isə x yoxdur. Ona görə 2 yanlışdır. 2-ni götürürük. Açıq saatlərin sayı qapalı saatlərin sayından çoxdur. Deməli, açıq saatlərin sayı A. Açıqdılar. 2 dənədir. Qapalı saatlər isə U və I. Bərabərdir burada. Deməli, 3 də yanlışdır. 3 də götürürük. Deyiliş, yazılış arasındakı fərqli məqam var. Hər ikisinə aid doğru fikirdir. Çıxdıq. Yanaşı işlənən kar və cingil samitlər var. Bəli, uşaqcanlı sözündə x, c, açıq-aşkar sözündə də ş, g. Kar qarşılığı olan bir samit var. Açıq-aşkar sözündə ş-nın da qarşılığı var, ç-nın da qarşılığı var. Yəni bir samit yox, 2-dir. Uşaqcanlı sözündə də ş-nın da qarşılığı var, x-nın da qarşılığı var. Ona görə də 1 yox, 2 olacaqdır. Yanlış A variantı olacaq. 37. Gəncliyim, şərəfim, müqəddəratım bir ürkək ceyranın əlinə düşdü. Nə? Gəncliyim, şərəfim, müqəddəratım. Burada həmcis mübtədalar var. İkinci cümlədə də qayət yerinə qoy ayı, günəşi, nəyi, həmcis tamamlıqlar var və qayıt, nəyət, sahmana sal. Həmcis xəbərlərimiz var, həmcis tamamlıqlarımız var. İndi nitq hissəsində ifadə olunan həmcis üzvlər var. Bu hər ikisinə doğru fikirdir. Çünki ikinci cümlədə feillər və həmçinin tamamlıqlar nitq hissəsi ilə ifadə olunub. Həmçinin birinci cümlədə də mübtədalar nitq hissəsi ilə ifadə olunub. Doğru fikirdir. 2. Baş üzvlərdən birinin həmcisliyi var. Bəli, birinci cümlədə həmcis mübtəda, ikinci cümlədə həmcis xəbərlər var. Doğrudur. Həmcis üzvlər uzlaşma əlaqəsinin əsas tərəfidir. Bu ikinci cümlədə yanlış fikirdir. Çünki
Həmciz üzv, orada tamamlıq var, amma tamamlıq uzlaşma əlaqəsinin yox, idarə əlaqəsində olur və idarə əlaqəsinin də aslı tərəfindədir. 3 yanlışdır. İndi yalnız birinə aid olan fikirləri seçməliyik. Hər iki, demək, iki fərqli cümlə üzvü həmcizdir. Bu yalnız ikinci aiddir. Həmciz tamamlıq, həmciz xəbər var. 4-ü götürürük. Həmciz mübtədaların ifadə vasitəsi söz birləşməsidir. İkinci cümlədə mübtəda yoxdur. Birinci cümlədə də sözlə ifadə olunub. Gənclik, şərəf, müqəddərat sözdür. 5 yanlışdır. Həmciz tamamlıqlar işlənib. Bəli, ayı, günəşi sözləri yalnız ikinci cümlədə həmciz tamamlıqlar var. Doğru cavab olacaq B variantı. 38 ən sadə sual tiplərindən biridir. Burada doğru cavab C olacaq. Mürəkkəb adı odur ki, söz birləşmələrinin tərəflərindən biri, ən azı biri xüsusi isim olsun. Novruz xüsusi isimdir, deməli o söz birləşməsidir və mürəkkəb addır. 39-da kök və 2 leksik şəkildə çıxımına uyğun gələn sözlər lazım idi. Peşəkarcasına sözündə karcasına leksikdir. Lakin dür şəkilsi küskündür sözündəki dür qrammatik şəkilçidir. Bunu çıxırıq. Dahiyanə sözündə anə bir leksik şəkilçidir. Çəkilir sözündə 2 leksik şəkilçi olsa da, dahiyanə sözündə bir dənədir. Getdi bu da. Tanışlıq sözündə tanıdan tanış, tanışdan tanışlıq. İşlətdikcə sözündə isə deməli qrammatik şəkilçi də var. Dikçə şəkilçisi. Halbuki qrammatik şəkilçi olmamalıydı. Genəldir sözündə deməli gen, genəl, genəlt, ir qrammatik şəkilçidir. Bu da olmaz. Oxşarlıq sözündə oxşa, oxşadan oxşar, oxşardan oxşarlıq ismi yaranıb. Bərkitdə bərk sözün kökü, bərkdən bərkimək feili, bərkimək feilindən də bərkitmək feili yaranır. Yadda saxlayın ki, t şəkilçisi heç vaxt birbaşa adlara qoşulmur, mütləq feilə qoşulur. Ona görə it şəkilçisi parçalanır burada. Bərkdən bərkimək feili yaranır, sonra bərkitmək feili yaranır. Doğru cavab E variantı olacaq. 40-da deyir, ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar idmana qarşı xüsusi diqqət göstərildiyinə dəlalət edir. Quruluşca mürəkkəb xəbər şəklində olan feil xəbərin ifadə vasitəsidir. Dəlalət edir, nə edir? Dəlalət edir. Quruluşuna görə mürəkkəb feildir, xəbər şəklindədir. İr zaman şəkilsi qəbul edib. Bu doğru cavab elə A olacaq. Feillər qayıdış məlum növdədir. Qazandığı sözü məlum növdədir. Göstərildiyi sözü də diqqət göstərilmək də şəxsiz növdədir. Yəni orada qayıdış növdə yoxdur. B yanlışdır. Şəxsə kəmiyyətə görə dəyişməyən feillər eyni cümlə üzvüdür. Xeyr. Qazandığı hansı uğurlar? Ölkəmizin beynəlxalq arenada qazandığı uğurlar. Burada qazandığı sözü bir yerdə feil sifət tərkibi yaradıb təyin olacaq. Lakin diqqət göstərildiyinə sözü isə tamamlıqdır. Ona görə C də yanlışdır. Feilin bütün təsrifləməyən formalarının nümunə var. Feili bağlama yoxdur. Həmçinin məsdər yoxdur. Feillərin hər biri söz birləşməsinin əsas tərəfini təşkil edir. Baxaq. Feillərin hər biri. Xeyr, məsəl üçün, burada dəlalət etmək söz birləşməsi yaratmayıb. Deməli, əsas tərəf deyil. Yəni, söz birləşməsinin əsas tərəfi deyil. Doğru cavab olacaq A variantı.